gəlmişsiniz. Sağ olun, çox sağ olun. Salam Qərib, xoş gəlmisiniz. Hoş geldiniz. Hoş geldiniz. Sənin Zövq qardaşımdır, Sefa Qərib müəllim. getirmişsiniz. Buyurun. Hə, gəlin keçək. Hoş geldiniz. Sefa getirmişsiniz. Həmişə sizlər gələsiniz. Tamaşaçılar Sahib müəllimi bir sənətkar kimi bəyənirlər, onu dinləyirlər, bir qardaş kimi Sahib. Peyğəmbərimiz bir hədisi şərifində buyurur ki, 3 şey insan ömrünə rövnək verər. Yaxşı arvad, ağıllı oğul, mehriban qardaş. Mən sahibi demək olar ki, belə deyək də düz danışaq. Mən xeyli böyük olduğumdan, mən 1974-cü ildə ordu sıralarına xidmətə gedəndə sahibimin 3 yarım yaşı var idi. Çox körpə idi sahib də, uşaq idi. Mən sahibi zaman görmüşəm. Tutaq ki, mən Əzimzadədən institut oxuyun vaxtlar sahib, məsələn, 2 gün, 3 gün atamgilə gedəndə görmüşəm belə. Amma mən sahibi əsasən tanımışam 90-cı ildən, əsriyyətdən gələndən sonra 91-ci ildə də Asaf Zeynallı Adana Musiqi Məktəbinə qəbul oldu. Mən sahibi o vaxtdan tanımışam. Sonra biraz da bizim evdə qaldılar. Lap sahibi yaxından tanıdım. Sahib xarakter cəhətdə, mən körpəlini danışsaq əgər, çılğın təbiətli, dəli dolu, qəlbi təmiz, çox əl-açıq səxavətli, belə bir dəcəl uşaq idi. Bir filosof yazır ki, əgər bir uşaq öz uşaqlığını çılğın formada keçirmirsə, o bünyədə, cəmiyyətdə o qədər yaralı insan olmur. Mənim o tanıdığım o balaca sahib, dəcəl sahib artıq ki, yəni xalqımız tərəfindən sevilir, ona belə hörmət olunur. Yaxşı ailə bacısıdır, çox gözəl qardaşdır. Bizim bir el bayatımızda deyirlər ki, çox gözəl bir bayatıdır, xoşuma gəlir. Əzizim qardaşa, qar yağar düşər daşa. Qardaşın müşkül işi yenə düşər qardaşa. Allah sahib kimi bütün qardaşların ömrünü uzun eləsin, canını sağ eləsin, işlərini avand eləsin. Amin inşallah. Bax, onu da deyim ki, məni Asaf Zeynallı Musiqi Texnikumuna Qərib müəllim gətirib. 90-cı ildə rəhmətli Hinarman Əliyev məni yoxladı və sonra təbii ki, qəbul oldum. Bir də ki, onu deyim ki, Qərib müəllim Azərbaycan çətənçilik sənətinin banisidir. SSR Rəssamlar İttifaqının üzvüdür Qərib müəllim. Əsərləri Moskvada, Sankt-Peterburqda və Azərbaycanda neçə İncəsənət Muzeyində o haqda deyər. İndi birazdan onun əsərini də elə göstərərsiniz, tamaşaçılarımız üçün çox maraqlı olar. Qərib müəllim Azərbaycan çətənçilik sənətinin banisidir. Yəni qamış üzərində xalça toxuma. İndi əsərini də göstərəcəyik sizə. Çəkin ki, qoy tamaşaçılar üçün də maraqlı olsun. Sahib müəllimdə mənfi xüsusiyyət görməmişik. Amma bir qardaş olaraq Sahib müəllimdə hansı mənfi xüsusiyyətləri görmüsünüz? Mən sizə deyim, 17-ci əsr İspan filosofu və yazısı Baltasar Garcia'nın yazır ki, şəxsiyyətli adamların dostu az, şəxsiyyətsiz adamların isə dostu çox olar. Mənim də bu Azərbaycan məmləkətində 1-2 dostum var və onların ən başlıcası mənim həm dostum, həm böyük oğlum əvəzi, həm kiçik qardaşım sahibdir. Sahib hara gedər, kimlə gedər, mənə zəng edir ki, məsələn, mən falan yerə gedirəm, falan kəslə, mən hara gedirəm və nə iş görəmsə də mən sahibdən məsələsiz iş görmürəm. Bu